Deməli 33-cü turun nəticələri keçək Qarabağ Sumqayıt qarşılaşmasına. Son çempion neçə aydan sonra Azərsun Arenada rəqibini qəbul etdi. Kifayət qədər də azarkeş gəlmişdi. İlk hissədə qapılara qol vurulmadı. Fasilədən sonra Ağdam təmsilçisi 2 qol vurdu. Əslində 3 qol vurdu. Onlardan biri sayılmadı. Zubirin qolu hesaba alınmadı 57-ci dəqiqədə. Amma buna baxmayaraq 2 dəqiqədən sonra Benziyanın nə qolu? Benziyanın mükəmməl bir qol. Top qapı tirinə dəydi, qapıya daxil oldu. Hətta orada Sumqayıtın qapıçısı Fərzullayevin reaksiya belə göstərə bilməməsi. Təbii ki, qınamaq olmaz qapıçını. Benziyanın ustalıq. Yerindən vurdu, sən demiş. Yerindən topu saxlayan kimi ikinci toxunuşunda sırazı vurdu. Yəni orada qapısı oxuyur. Amma fikirləşir deyir ki, görən bu epizodda nə edəcək? Tam özünü udara hazır edir. Trayektoriya da dəyişdi. Vuran momentində bir addım belə qoydu. Biraz dəyişdi. Fırladır da o da belə ayağının üstündən fırladır axı. Yarım addım bu tərəfə şaqda elə bil deyirlər qapıçılar deyirlər şaqda tutdum qapıçını. Bizə polo şaq Rativaxotda da əks variant yoxdur, tollansın. Rahat. Çox yaxşı qol vurdu. Onlar bir-iki məlumatı bir saniyə belə deyərsən ondan qabaq hələ bu mövzunu davam etdirmək istəyirəm. Neçə dənə qoldan xilas olundu Sumqayıt. 23 zərbə vurulub Sumqayıtın qapısına. 23 zərbə. Necə kompakt müdafiə olunurlar. Boş qapıdan Zaşitnikdə baxırsan. Zaşitniklər də çıxardı. Sumqayıt yəni həmən oyunu oynamağa yox, ölməyə çıxdı. Hə. Özü də çox qəşəng kontratakları var idi ya Sumqayıtına. Deyim ki, Sumqayıt bağlanmışdı. Müdafiədən oynayırdı. Yəni belli idi bu, bilinirdi. Amma qəşəng kontrataka çıxırdı. Hətta qapıçı çıxartdı, bir-iki dəfə çıxartdı Qarabağın qapıçısı. Amma Koxalski çıxartdı. Amma ilk dəfə Koxalskini neçənci dəqiqədə? 22-ci, 23-cü dəqiqədə gördük. Qarabağ elə preslə başlamışdı ki, hə, keç. Amma Qarabağ bu il də elə buna hazır idi. Bilirdi ki, yəni onlar yüksək pressing edirlər, yəni. Tam heyətlə də çıxmışdı meydana. Udmağa çıxırdılar 100%, yəni. Bayaq dediyim söhbətə qayıdıram. Qarabağda belə şey artıq rəsmi çempiondur da Qarabağ, düzdür. Bəli. Əl çatılmazdı. Və elə komandanı da ayaqda saxlamaq çox çətin olur. Çünki uşaq oyuna hazırlığında çamadan əhval-ruhiyyəsi. Hə, də fikirləşirsən ki, bitsin, mən gedim istirahətə, ailəmi. İstirahəti boş ver, qardaşım, çempionat bitəndən sonra Avropa kubokları başlayır. Komandanı qoruyun. Birdən kimsə şey aldı. Dincəlsinlər, plus travmalardan qoruyum uşaqları, amma belə şey yoxdur. Məsələn, Paris Saint-Germain vaxtından əvvəl çempion olub, ardıcıl 2 oyunda uduzur. Liverpool vaxtından əvvəl çempiondu, yenə də uduzdu. Yəni sonuncu oyun günündə də uduzdu. Yəni bu cür komandaları nə qədər professional və top az kollektiv olursan ol, çempionluğu rəsmiləşdirdikdən sonra o futbolçuları kökləmək çox çətindir. Qiymətləri 50 milyon, 100 milyon. Amma Qarabağı futbolçuları kökləməyə ehtiyac yoxdur. Vaqif Cavadov deyir ki, ola bilər bu mövsüm bizdə alınmadı, amma növbəti mövsüm daha yaxşı olacaq və bir maraqlı məsələyə toxunub. Sumqayıta layiqli məşqçi olub olmaması barədə suala belə cavab verib ki, çətin vəziyyətdə qəbul eləmişəm komandanı, özüm də gəncəm. Ola bilər bu mövsüm nələrsə alınmadı, istənilən nəticələr əldə olunmadı, amma vəd edib ki, növbəti mövsümdə daha yuxarı pillələri tutmağa çalışacaqlar. İdealı bir açıqlama gənc mütəxəssisdən Vaqif Cavadov. Açığı standart açıqlamadır, şablon açıqlamalıdır, amma şəxsən mənim fikrimə görə Vaqif Cavadov Sumqayıta gəlməyi, yəni Sumqayıt üçün yanlış addım deyə bilmərəm. Yəni görünür ki, potensialı var. Görünür ki, bu adam nəsə eləmək istəyir və bu iqtidardadır, nəsə eləmək iqtidarındadır. Yəni gələnir, dəstək olmaq lazımdır təbii ki. Normal biraz büdcə ayırmaq lazımdır. Yəni məşqçilər var. Məsəl üçün keçən il hələ Neftçinin başladığı Qriqorçukdan tutmuş, o Mutuya qədər getsə. Məsəl üçün 2-3 oyundan sonra yəni bilinirdi ki, bu adam bura yola verməyə gəlib, misal üçün. Yola verməyə yeməyə. Hə də o yəni eyni anlama gəlir də. Amma Vaqif görünür ki, bu adam doğrudan işləyir, nəsə eləmək istəyir. Vaqif kimi gənclərə şərait yaratmaq lazımdır. Biraz dəstək olsaq, Vaqif də misal üçün Ayxan Abbasov kimi hansısa millini həvalə edərlər ona. Qurbanovun fikirləri.
Diqqətimi cəlb eləyən məqam 15 yaşlı futbolçunun debüt eləməsi. O çox gözəl addım 84-cü idi. dəqiqədə Çox Amin gözəl. Rzayev meydana çıxdı. Qurban Qurbanov da tərifləyib bu futbolçunu. Əlbəttə ki, Amin Rzayev kimi gənclərə, istedadlı, yeniyetmə və gənc futbolçulara ehtiyacımız var, amma ən vacib məqam odur ki, onlar müəyyən yaş həddinə çatandan sonra arxayınlaşmasınlar, nələrisə görəndən sonra rahatlanmasınlar. Qurban Qurbanov kimi mütəxəssis səni tərifləyirsə, öz üzərində dayanmadan çalışmalısan. İki ayağı ilə oynamaq bacarığı var. Bəli. Əslində cinah müdafiəçisidir, amma universallığı ilə seçilir deyir. Fiziki göstəriciləri pis deyil. Amma bu demək deyil ki, sən bunlarla, bu deyilənlərlə, bu təriflərlə barışmalısan, kifayətlənməlisən və artıq məndə hər şey var, mən futbolçuyam, çıxdım Qarabağ niyyətində debüt elədim və salam, bu mənim üçün bitdi. Yox, davam eləməlisən. Amma Bu özdə cür futbolçular verilən kimi şansları dəyərləndirmək lazımdır. Uzağa lazımdır. getməyib. Bax mənim ən sevdiyim oyunçulardan biri, izlədiyim oyunçulardan biri Musa Qurbanlı. Harda idi bu sezon? Hara getmişdi? İsveç çempionu. Hansı klubda? Djurgården. O klub indi harda oynayır? Djurgården harda? Avrokuboklarda. Avrokubokda yarım finalda. Yarım final. Hətta onunla bağlı da Musaya sual verilmişdi ki, peşmansanmı klubu tərk eləməyə? Və qismətlə Ya əlaqələndirmişdik. təbii qismətlə əlaqələndirir, amma sadəcə bütün gənc futbolçularımıza üst tutub demək istəyirəm ki, sizə verilən fürsətdən istifadə edin, yararlanın. Çünki futbolçunun həyatı çox qısadır. Yəni mən bu gün yaxşıyam, game kayfvatlıq eləyim, hələm o qədər oynayacağam, yox da elə şey. Qazanıram bəsimdir. Sənin sözünü daim məşqçilər də yəni futbolçularına primer gətirirlər. Deyirlər ki, elə bilirsiniz ki, elə bu pullardır, nə bilim bu premiyalardır, bu Həmişə olacaq. şan şöhrətdir və yaxud da nədirsə, elə bilirsiniz ki, elə həmişə olacaq. Futbolçunun deyir ömrü maksimum 10 ildir də. Hansı ki sən 18-20 yaşına qədər məsələn oynadın. 20 yaşından da hardasa bir 23-25-ə qədər itib batacaqsan, 25-ə qədər oynayırsan az məvacibə, ad qazanırsan. Sonra Və 25-dən sonra da sənin adın belində olandan sonra adın sənə pul gətirəcək və bu 10 il ərzində məsələn maksimum 10 ilə nə özünə şərait quracaqsan, nə edəcəksən, elədin, eləmədin. Bir gün deyir yatıb duracaqsınız, görəcəksiniz ki, bu tüsülərimizin o mismardan asmaq vaxtımız gəlib çatıb. Sənin sözünə qüvvət. Yəni əlindən nə ki şansın var, xaricilərdən əgər xaricdən nəsə təklif gəlirsə və yaxud da gənc cavan futbolçularımız və yaxud da yaşlı vaxtında legioner həyatı biz məsələn mən oynayan vaxtı mənim təklif gəlsəydi mən legioner həyatı gedib hardasa oynayan vaxtı gəl bizim komandada oyna. Məsələn 2004, 2005 mənim 19, 20, 21, 22 yaşım olanda Premier Liqada onda canavar vaxtları idi da 2004, 2005, 2005-dən 2015-ə qədər cənab prezident də elə ukaz yazmışdı futbolun inkişafı. Onda nə komandalar vardı, kimlərdən tutmuş, o imişli, indi hansı ki indi çıxır. Bax o MKT Arazdan tutmuş, Karvan, Qusar, Gilan, Qəbələ sonra yarandı. Yəni o qədər komandalar var. Rəqabət var idi. O qədər maraq var. Cırışma gedirdi. Doğrudan cırışma gedirdi. Çempionluğa da bir dənə bu ilki kimi gəlir. Neçə illər Davudal Qarabağ, Qarabağ yenə çempion, Qarabağ yenə çempion. Yəni belə deyildi. Orada Bakısı var idi, Lənkəranı var idi, Neftçisi var idi, Interi var idi, cırışırdı. Son şeyə qədər 5 dənə komanda ilk 5-likdə gedənlər, Quran haqqı bilmirdin, Şəmkirin özü, Kəpəzin özü. O vaxtı Kəpəzdən gəlib xal gətirə bilərdin. Ölümə gedirlər, qorxurdular Payaskaya getməyə ki, Gəncəyə Lizbu ikinci sarı alım, nəmnəyim oyunu buraxım getməyim Gəncəyə. Orada şou gözlür. Həm futbol şousu, həm fanatlar ilə məşhur Gəncə tuneli. Gəncə tuneli hansı ki, orada səni gözləyirlər. Oradan sağ çıxmaq deyiyorlar ki, mümkün olmur. Minni poyladır. Oradan çıxanda o Nikulin içinasında kimi çıxırdın, gözüm başında. Çoxları bilmir. Çoxları bilmir o temaları. Yox, o Nikulini demirəm. Çoxları bilmir, amma Buzovnanın da komandası olub. Buzovna kəndinin komanda, Xəzri komanda özdə Azərbaycan çempionatında birinci Azərbaycan çempionatında ikinci, bilməm üçüncü yer tutmuşdu Buzovna komandası. Hidayətov. Yox, baş məşqçi. Vaqif Sadıqov. Vaqif Sadıqov idi. Nə bilən futbolçunu deyirsən bu. ANS komandası var idi. ANS Akademiyalar, o akademiyaların komandaları var idi.